Qida Təhlükəsizliyi Agentliyinin aparatının, eləcə də regional bölmələrin 60-a yaxın əməkdaşı Zaqatalanın kəndlərində qəhvəyə mərmər bağacığı ilə mübarizə və maarifləndirmə tədbirlərinə cəlb olunub. Rayona ezam olunan agentlik əməkdaşları Zaqatalanın 7 kəndində monitorinq və əhali ilə birgə mübarizə tədbirləri həyata keçiriblər. Tədbirdə payız-qış mövsümündə zərərvericiyə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumatlar verilib. Hazırda gördüyünüz kimi Zaqatala rayonunun Danaçı kəndində qəhvəyə mərmər bağacığına qarşı real şəraitdə mübarizə tədbirləri necə aparılırsa bunu əyani şəkildə göstərmək istərdik. Onu qeyd etmək lazımdır ki, qəhvəyə mərmər bağacığı əsasən hazırki mərhələdə qışlama üçün özünə uyğun yerlər axtarır və göründüyü kimi bu tip yerlər onların qışlaması üçün çox optimal yerlərdir və bu tip yerlərdə onlar pasiv rejimdə qalmağa üstünlük verirlər. Lakin bu şəraitdə olan bağacıqları öldürmək onlara qarşı mübarizə zamanı aparılma olan ən effektiv üsuldur. Çünki kimyəvi mübarizədə biz bir sıra pestisitlərdən istifadə etməli oluruq. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir. Əllə toplama, toz soranla yaxud süpürgə vasitəsilə toplanaraq bir xüsusi qablara atılır və ondan sonra ya maye sabunlu suya salınmaqla, yaxud yandırmaqla və yaxud əzməklə və s. üsullarla məhv etmək mümkündür. Bir məsələni də qeyd etmək istəyirəm ki, qış dövrü bizim üçün əla bir fürsətdir zərərverici ilə mübarizədə. Ona görə də bu dövrə xüsusi əhəmiyyət vermək lazımdır və 5 aya qədər nəzərə almaq lazımdır ki, onlar qışlama yerlərindədir və mübarizəni bu asan edir. Çünki onlar pasiv mərhələdədirlər, uçmurlar, qaçmırlar, asanlıqla toplanması mümkündür. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları sakinlərlə birgə zərərvericinin qışlama üçün yuva saldığı yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb və çap materialları təqdim olunub. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri tədbirlərə dəstək veriblər. Gəlib evimdə, çardağımda belə onu süpürüb, o böcəkləri yığmaqda, onları yandırmaqda köməklik edəcəksiniz. Nümunə göstərdiniz ki, bu belə edilməlidir. Hamı birgə mübarizə aparmalıdır. Məsələn, 10 ev onu təmizləyib, bir ev onu təmizləmirsə, yerinə həmin şeydir, o ziyandan çıxa bilmərik. Bu ziyandan özümüzü qorumaq üçün, sortalamaq üçün biz ancaq hamılıqla bir yerdə mübarizə aparmalıyıq. Çox sağ olun ki, gəlib bizə bu yolu göstərdiniz və təbliğatı apardınız. Çox sağ olun. Əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və vətəndaşların birgə fəaliyyəti nəticəsində bu zərərverici təhlükəsi minimuma endiriləcək. Hər bir vətəndaşımızın bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır. Bizim vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, dövlət qurumları ilə birgə mübarizə aparılmalıdır və hər bir vətəndaş öz evində bu tip bağacığın sığına biləcəyi, məskunlaşa biləcəyi yerlərdə bağacıqları özləri zərərsizləşdirməlidirlər və bu mübarizə birgə olduğu təqdirdə onların qarşısını biz daha çox ala bilərik və onları daha idarə oluna bilən bir hala sala bilərik. Bu istiqamətdə aparılan tədbirlərin davamlı şəkildə həyata keçirilməsi qəhvəyə mərmər bağacığı ilə mübarizədə effektivliyin artırılmasına xidmət edir. Agentlik bundan sonra da zərərverici ilə mübarizə və maarifləndirmə tədbirlərini ardıcıl şəkildə davam etdirəcək.